Adi sədərək ticarət bazarının insanların 50%-nə bu şərait yaradılsa, onlar, yəni Avropanın bəlkə də bir çox ölkələrində ən müvəffəq iş adamı və ya tacirlərə çevrilə bilərlər. Bundan əminəm. Bizim iş adamlarımız, bizim tacirlərimiz xarica çıxmalıdır. Çünki dünyanın, mən bu qənaətdəyəm ki, Azərbaycanlılar qədər xaricdə özünü göstərib əməksevərliyini ortaya qoyacaq ikinci bir xalq ola bilməz. Bunun mən dəfələrlə şahid olmuşam. Bizim iş adamlarımıza bu şərait təqdim edilməlidir. Onlar xaricdə getsin, fəaliyyət göstərsin, ancaq mərkəzi, mənbəyi Azərbaycan olaraq qalsın. Yəni orada fəaliyyət göstərsin. Made in Azərbaycan qorunmalı. Belə, yəni o təəssüratları, o know-howları, o inkişafları orada gördüklərini burada da tətbiq etsin. Yəni belə bir sistem qurula bilsə, yəni şirkətin origini, mənbəyi burada qalsın, burada olsun. Orada fəaliyyət göstərsin və burayla get-gəldə bir bağda daima qalsın, yəni qopmasın. İkinci nəsildən sonra artıq o İngiltərəli olmasın, onun nəvəsi özünü İngilis bilməsin, vətəndaş. Adı Michael olmasın. Yəni, var olasınız. Yəni bu simbiyoz daima qalmalıdır deyə düşünürəm.